Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Bizim bugünkü mövzumuz Azərbaycan dili 2-ci sinif KSG 7. Artıq sona doğru yaxınlaşırıq. Bütün KSG-lərin və BSG-lərin izahı və s. Belə uşaqlar, indi isə keçid alaq deməli testimizin izahına. Deməli, 1-ci və 5-ci sualları mətnə əsasən cavablandırın. Kürün törətdiyi fəlakət. Dağlarda qarın əriməsi və leysan yağışlar leysan yağışlar əslində Kür çayının səviyyəsinin qalxmasına səbəb oldu. Bir çox rayonlarda çay öz yatağından çıxmışdır. Ətraf kəndləri su basmışdır. Yüzlərlə ev su altında qalmışdır. Kəndlərin çoxuna nə qədər ziyan dəymişdir. Yüzlərlə qoyun, quzu, mal-qara tələf olmuşdur. Evlər uçmuş, içi yerləri, yəni bir çox hissəsi su altında qalmışdır. Rayon sakini Həsən Mürşidov bizimlə söhbətdə dedi. Sel gecə qəflətən gəldi. Biz əşyalarımızı götürməyə macal tapmadıq. Mənim 6 inəyimi su apardı. Hadisə ilə bağlı Dövlət Komissiyası araşdırma apardı. Komissiya üzvləri təbii fəlakətin nəticələrini aradan qaldırması üçün rayonlara yola düşmüşdülər. Aha. Sual 1 belədir. Mətndə təbii fəlakət necə adlanır? Əlbəttə ki, uşaqlar, su axını nədir? Su axını sel olacaq. Doğru cavab D variantı oldu. Sual 2. Rayon sakini Həsən Mürşidova hansı ziyan dəymişdi? İnəkləri tələf olmuşdu. 6 inəyi tələf olmuşdu. Deməli, cavab A variantı oldu. 2-də A. Altından xətt çəkilmiş sözü əvəz etmək olar. Macal tapmamaq, yəni vaxt tapa bilməmək, yəni elə bir fürsət əldə edə bilməmək, fürsət tapmamaq. O da cavab 3-də B variantı olmuş olur. Yəni elə bir vaxt, elə bir fürsət, elə bir an tapa bilmədik də, yəni. Onu demək istəyiblər. Sual 4. Kürün səviyyəsinin qalxmasının səbəbi nə idi? Dağlarda qarın əriməsi və leysan yağışlar. A variantı doğru cavab oldu. Sual 5. Dağların səbəb və nəticə. Səbəbə baxırıq. Səbəb dağlarda qar əridi və leysan yağışlar kürə töküldü. Nəticəsi nə olacaq? Kürdə suyun səviyyəsi qalxdı. Nəticə yazıb kənd cəmaatı əşyalarını götürməyə macal tapmadı. Səbəb oydu ki, gecə vaxtı anidən selin baş tutması idi. Sual 6. Hansı cümlədə alqış var? Alqış nədir uşaqlar? Birini xoş sözlərlə ruhlandırmaq və hər hansısa bir nəticəsinə görə onu təltifləndirmək, sözlə təltifləndirmək. Bir yanına daş dəyməsin, oğul. Ayağına daş dəydi, oğul. Arxadan atılan daş topuğa dəyər, yox. Ayağı daşa ilişib yıxıldı, yox. Bir yanına daş dəyməsin, oğul. Burada uşaqlar, bu müsbət mənalıdır, yəni alqış mənasında işlədilir. Birincisi, harada nida gördünüzsə, ya orada alqış var, ya da orada qarğış var. Yəni nəzakətli ifadələrdə nəzərdə tuturam. Burada isə bir yanına daş dəyməsin, oğul deyir. Yəni burada oğuluna yaxşı bir söz deməyə çalışır. Doğru cavab elə A variantı oldu. Digərlərinin C və D variantı nəqli cümlədir. Arxadan atılan daş topuğa dəyər. Bu atalar sözüdür. Ayağı daşı ilişib yıxıldı. Bu nəqli cümlədir. Ayağına daş dəydi, oğul. Burada sual cümləsidir. Nida cümləsi yuxarıdadır. O da dediyim kimi alqış cümləsidir. Sual 7. Alqış sözünü əks mənada nə ilə ifadə etmək olar? Qarğış sözündən. Çünki qarğış və alqış bir-birinin antonimi olan sözlərdir. Sual 8, yəni A variantı oldu. Sual 8. Həm həqiqi, həm də məcazi mənada olan 5 söz yazın. Yazaq. Aha, məsələn, birincisi yol olsun. Yol, işıq, dağ, kölgə, divar, bunlar olsun. Birincisini məsələn işlədirik yolu. Mərkəzi yol bağlanmışdı. Bu oldu həqiqi məna. Bir deyirəm, uğura gedən yol əziyyət çəkməkdən keçir. Burada oldu məcazi mənada. İkincisi dağ. Mən deyirəm ki, Bazar düzü dağı ən hündür zirvədir Azərbaycanda. Bir də deyirəm ki, bu hərəkəti etsən sənə dağ çəkərəm. Burada oldu nə? Məcazi məna. Sonra işıq.
Məsələn, otağın işığı ətrafa saçılırdı, günəş işığı və s. Və yaxud deyə bilərəm ki, sənin bu sözlərin mənə ümid işığı oldu. Yəni içimi açdı mənasını deyə bilərəm. Sonra divarı işlədirəm. Deyirəm uşağın otağının divarları, Həsənin otağının divarları mavi rəngdədir. Bunu demək olar. Bir də deyirəm onunla söhbət eləmək sanki divarla həm söhbət etməyə bənzəyir. Yəni heç bir dinmir, danışmır. Divar da dinmir, danışmır. Yəni ona bənzədilir. Sonra kölgə dedim məsələn. Məsələn deyirəm ki, sənin kölgən ətrafa yansıyır. Yəni burada gündən düşən kölgə var. İnsanın öz kölgəsi var. Deyirəm məsələn görünür. Bir də deyirəm ki, o atasının kölgəsində böyüyüb. Yəni atasının ətrafında böyüyüb. Atası ona nəyisə başa salıb, nələrsə öyrədib. Bu mənada. Belə, növbəti hissəyə keçid alaq. 9. Məntiqi müəyyənliyi tamamlayın. Təbiət gülümsədi, söz verdi, bulağın gözü. Aha. Təbiət gülümsədi, söz verdi, bulağın gözü, şirin kökə. Doğru cavab B variantı oldu. Uşaqlar, bu Mikayıl Müşfiqin deməli Azərbaycan şairlərindən biri olan Mikayıl Müşfiqin deməli Bulağın gözü şeirindəndir. Təbiət gülümsədi, söz verdi, bulağın gözü, şirin kökə. Hətta bu şeirin ilk misralarından biridir. Sual 10. Yəni B variantı oldu. Sual 10. Nə sualına cavab verən sözdən necə sualına cavab verən söz yaranıb? Bu söz hansı variantdadır? Deyəcəkdim də bu niyə belə düşüb uşaqlar? Uşaqlar 10-cu sual düşməyib. Uşaqların əllərində tablolar düşməyib. Ona görə mən bu sualı cavab verə bilməyəcəm. Çünki ancaq gözəllik sözü düşüb. Qalanlarında sözlər düşməyib və bilmirəm orada nə yazılıbdı. Ona görə bir söz deyə bilmirəm. Digər suallara keçid alaq. Sıra sayı hansı cümlədə var? Sıra sayı nədir uşaqlar? Sonra ıncı, inci, uncu, üncü ilə bitən. Aygün birinci dəfə idi ki, dərslərini yerinə yetirirdi. 5 qoğalın qiyməti 8 manatdır. Nazim 10 nömrəli məktəbdə oxuyur, Aqil bir neçə kitab aldı. Cavab ilə A variantıdır. Aygün birinci dəfə idi ki, dərslərini yerinə yetirməmişdi. Dəfə, birinci dəfə. Incı, inci, uncu, üncü şəkilçisi dedim. Harada görürsünüzsə bilin ki, orada sıra sayı var. Cavab A variantı. Sual 12. Hansı sayın yazılışı doğru deyil? İkinci düzdür. 2 inci yox. 2 inci deyə bir şey yoxdur. Düzgün deyil. B variantı yanlışdır. C ikinci düzdür. 5-ci yenə düzdür. Cavab B variantıdır. Çünki uşaqlar 2-dən sonra ancaq C, C, C artıra bilərsiniz. Ona görə, yəni 2 inci artıq burada 2 dənə mirvari daş olan incidən söhbət gedə bilər. Yəni məntiq belə ola bilər, amma burada yanlışdır. O da təbii ki defis olmasa. Deməli onda burada nə olar? 2 inci B variantı yanlışdır. Yəni bunu göstərim belə. Bu yanlışdır. Çünki uşaqlar belə olsa nə isə deyərəm bir dənə də belə çəkib. Bunun düzgün versiyası hətta deyim budur. Bu düzgündür. Çünki ikinci mənasına gəlir. Bu da zaten hərflə yazılıb. Bu da düzdür. Hərflə yazılan başqa bir söz bu da düzdür. Amma artıq bax bu qırmızı ilə, qırmızı rənglə işarələdiyim bu var ya, bax bu. Bax bu. Bu yanlışdır artıq uşaqlar. Ona görə cavab B variantı oldu. Sual 13. Hansı bənddə sayıların həm də başqa mənası var? Baxaq. Elə cavab D variantı. Nəyə görə? 3'ün başqa bir mənası yoxdur, 5'in başqa bir mənası yoxdur. Ona görə A variantı yanlışdır. B-yə baxırıq. 40'ın başqa bir mənası var, qırxmaq. 41 say kimi, 40, 41, bir də qırxmaq. Onun başqa mənası var, amma onun bir başqa mənası yoxdur, 10. B yanlışdır. C-də 2'nin yoxdur, amma minin var, minmək. C-də yanlışdır, amma D-də qırxmaq həm də bu mənada 40 kimi belə işlədilir. Min də həm minmək, ata minmək və s. Həm də belə min kimi işlədilir.
Yəni ona görə bu homonim saylardır. Doğru cavab nə oldu? D variantı. Ay, normalda işarələyənmədim. Gözlə görüm. B göstərdim. Cavab D variantı olmuş oldu. 14, 15, 16 sonuncu suallardır. Hansı cümlədəki əlamət bildirən söz elanı bildirən sözdən yaranıb? Nə? Anlamadım. Hansı cümlədəki əlamət bildirən söz birincisi belə deyim. Əlamət bildirən söz D variantında yoxdur. Öncə bunun üstündən xətt çəkim. Çünki ayda normalda çəkmədim bax. Çünki gözlənilməz burada feili sifətdir. Yəni bu sifət deyil. Sonra günəşli hava, günəşli ad bildirən sözdən yaranıb. B variantında əlamət bildirən söz yoxdur. A variantı burada ancaq qocalıq var. Burada da yenə əlamət bildirən söz yoxdur. Burada deməli doğru cavab nədir? D variantıdır. Ad bildirənlərdən yaranan D variantı günəşli havada yola salındı. C variantı oldu. Sual 15. Hansı cümlədə yaz sözü fərqli mənada işlənir? Sözlərimi ağının bir kənarına yaz. Burada yazmaq mənasındadır. Yəni feil mənasındadır. Birinci oldu feil mənada. Dostum mənə məktub yazdı. Bu da feil mənasındadır. Müəllim ev tapşırığını lövhəyə yazdı. Müəllim ev tapşırığını lövhəyə yazdı. Bu da feildir. Cəlil əllərini qələmlə yazmışdı. Burada əlini qələmlə yazmış dedikdə bilə-bilə yazmayıb ki uşaqlar. Burada yəni nə mənada deyim? Burada bulamaq mənasındadır uşaqlar. Yəni əlinə qələm sıçramışdı, əlinə qələm rənglənmişdi, əlinə qələm bulaşmışdı bu mənada. Deməli onda doğru cavabımız nə olacaq? D variantı. Yəni qoy bir dənə yaxınlaşdırım belə. Cavab D variantı oldu. Yoxsa heç kəs əlini durduq yerdə yazmır. Sonuncu sual. Bu nədir? Sözləri onların mənalarına izah edən qarşılıqları ilə yoğunlaşdırın. Bir göz qırpımında cəld olacaq onda. 1A. Buraya yazıram. 1A. Yürək. Gəl belə eləyək. Uşaqlar. Siz daha yaxşı anlamağınız üçün. İlk öncə məlhəm. Məlhəm nədir? Yaraya çəkilən mas. Deməli onda mən bura 1, bura 2, bura 3, bura 4 və bura 5 yazdım. 5'ə oldu nə? Y. Söhbəti tutmaq nədir? Anlamaq. Söhbəti tutmaq anlamaqdır. Onda oldu nə? 4'ə D. Sonra olmaq. Yürək bir göz qırpımında. Yürək nədir? Bir göz qırpımında ümumiyyətlə cəlddir. Oldu 1'ə A. İkinci yürək bir anda, yəni 2'yə C və 3'ə də qaldı bir dənə B. Olmaq, ölmək bu mənada. Belə uşaqlar, ümid edirəm bəyənmiş olarsınız. Siz də inşallah bir şey başa düşmüş olarsınız. Çünki olduqca qarışıq və yəni bəzi səhvliklər olan mətindir. Güclə başa salıb izah elədim. İnşallah siz də bəyənərsiniz uşaqlar. Sağ olun, salamat qalın. Kanala abunə olmağı və dəstək olmağı unutmayın ki, növbəti testlərimizin izahından belə səhvlər olanda sizin də xəbəriniz olsun.